Deməli, Pakistanın Kəşmirində Müzəffərabad yaxınlığında çoxlu partlayış səsləri eşidilir. Hindistanın Dəyərli həmvətənlərim, son dəqiqə məlumatı artıq rəsmi olaraq müharibə başladı. Hindistan-Pakistan müharibəyə start verildi. Və o haranı vurdu deyirsən, Pakistan? Aha, bildim. Artıq təyyarələr vurdu Pakistan, Hindistan təyyarələrini. Bir də nəysə o Q hərfi nəsə yazmış, Gers yazmış, nəsə yazmış. Haranı vurub başqa? Oldu, çox sağ ol. Hindistan da Pakistan atı, çox sağ ol. Nəsə olsa mənə çatdırır, qardaş. Dəyərli həmvətənlərim, artıq raketlər hədəf aldı bir-birini vurdular, Hindistan və Pakistan. Pakistan deyir ki, müharibə gedəcək, qələbə məndən yana olsa, kef eləyin. Bizim məqsədimiz o barajları açmaq, Pakistanı su ilə təmin eləməkdir. Ancaq Pakistanın varlığı şübhə altına düşərsə, Hindistan daha güclü şəkildə Pakistanı işğala, nəyəsə qalxışarsa, birbaşa nüvə zərbələrindən, birbaşa bu planeti darmadağın edəcəyik. Yəni, Hindistanı darmadağın edəcəyik. Və Pakistan mediası Pakistanın Kəşmirinə raket zərbələri, raket hücumu təşkil etdiyini açıqladı. Pakistan mediası artıq raket zərbələri, müharibə başladı. Təcili Hindistan Pakistana zərbələr indirdi. Pakistan ordusu Hindistanın qırıcılarını vurdu. Hindistan-Pakistan sərhəd bölgəsində artıq ağır raketlərinin bir-birinə atışına start verildi. Təcili, rəsmi Hindistan və Pakistan rəsmi olaraq təcili xəbərdir, rəsmi müharibəyə başladı. Baxın ha, əvvəllər müharibə anonsları idi. Hal-hazırda 6 may saat 22 Avropa vaxtı ilə 22:00, Azərbaycan vaxtı ilə 12:00-1-ə işləmiş, rəsmi olaraq Hindistan-Pakistan müharibəsi başladı. Allah Pakistanı qorusun, Allah Pakistan əskərlərinə güc qüvvət versin. Bizim tərəfimiz Pakistandan yanadır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu savaşda Pakistan haqlıdır. Bu dəqiqələrdə Pakistan xəbər yaydı. Hindistan, bu dəqiqələrdə Pakistan xəbərlər yazır ki, Hindistan bu dəqiqələrdə Hindistan Pakistana hücuma başladı. Bu dəqiqələrdə Hindistan Pakistana hücuma başladı. Allah Pakistana güc qüvvət versin. Bircə dəqiqə, çox güclü xəbərlər gəlir. Hə, gözəl insan. Hə, qadan alıram. Biraz vacib işlər idi ona görə. Oldu qadan al. Var olsa. Sağ ol, var. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, vacib xəbərlər gəlməkdədir. Dostlar, yayımı bəyənin, paylaşın, auditoriyamızı genişləndirin. Qardaşlar, bacılar. Pakistanın Kəşmirində 18 ağır raket partlayışları səsi eşidildi. Pakistan ordusunun sözçüsü Hindistan Pakistana 3 nöqtədən
və hava məkanından Hindistan, Pakistana 3.3 istiqamətdən və havadan hücuma başladı. Bu xəbərlər də gəldikcə sizə çatdıracağım. İnşallah son dəqiqə xəbərlərini də göndərirlər. Kəşmirdə Pakistan hissəsində partlayış səsləri eşidilib. Reutersin xəbərlərinə, şahidlərinə istinadən onlar məlumatlara görə elektrik enerjisi kəsilibdir. Hadisənin səbəbi də bağa görə. Değerli soydaşlarım, yani Hindistanın güclü tərəflərini dedik, Pakistanın güclü tərəflərini dedik. Hindistanın güclü tərəfi ondadır ki, silahı, gəmiləri, ordunun say çoxluğu, insanların say çoxluğu bir neçə dəfə, hətta 5-6 dəfə artıqdır Pakistandan. Amma Pakistanın ordusunun hazırlığı, Pakistanın silahlarının müasirliyi, Pakistanın xüsusi təyinatlılarının qismən nisbətən Avropa standartlarına, NATO standartlarına yaxın ordu hazırlaması, müasir texnologiyası daha güclüdür. Pakistan əskərinin döyüş qabiliyyəti Hindistan əskərindən çox üstündür. Bundan əlavə Pakistanın arxasında Çinin və Türkiyənin, Qətər kimi başqa ölkələr də var əlbəttə ki, Çinin və Türkiyənin durması Pakistana daha böyük güc verir. Çin Xalq Respublikası məhv olar, amma imkan verməz Pakistan uduzsun. Çünki Pakistanın məğlubiyyəti Çinin məğlubiyyətidir. Qaldı Türkiyə. Ən müasir texnologiyalar və Türkiyə hərbi gəmiləri artıq Pakistan ərazisindədir. Dəyərli həmvətənlər. Bu belə. Pakistana ağır raket zərbələri endirir Hindistan. Biz demişdik axı. Daha doğrusu demişdilər axı. 2-3 günə, uzağı 4 günə, 72 saata müharibə başlayacaq. Elə də oldu. 72 saat çəkməmiş müharibə başladı. Baxaq. Artıq raketlər göydədir. Hindistan ərazisinə atılan raketlər düşəcək deyə, bir neçə dəqiqə düşəcək deyə Serena səsləri verilir və düşəndə də hər halda onlar bizə atılacaq olar. Onlar bizə çatdırılacaq, biz də sizə çatdıracağıq. Hindistan Pakistana 3 yerdən, 3 istiqamətdən hücuma keçdi. Pakistan Müdafiə Nazirliyi deyib ki, Hindistanın əsassız təcavüzünə cavab verəcəyik. Baxaq. Atırlar da indi hələ. Orada bir partlayış olub. Yəni atırlar, xəbərlərə baxacağıq ki, burada İslamabad səmasında Hindistanın qırıcıları uçur. Hava hücumundan müdafiə sistemi niyə vurmur bunlar? Deməli, burada açıq-aşkar görünən odur ki, Pakistan haqlıdır. Bax, bütün Pakistanın 40%-ə qədər ərazisi, insanları Hindistan ərazisindən gələn, hansı ki, mənbəyi Çin Xalq Respublikasından başlayan sulardan deməli qidalanır Pakistan. Su həyat mənbəyidir. İndi nə edir Hindistan? Bir qruplaşması 26 nəfəri öldürdü. Pakistan dedi ki, o mənə aidiyyatı yoxdur. Gəl bir yerdə araşdıraq, tapaq, cəzalandıraq. Hindistan dedi, yox, onlar sənlikdir. Və barajları kəsdi. İndi nə var? Gör, Hindistana baxa.
suyu kəsdi barajları. İndi su dolur, 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 birdən barajları açır, cəmaatı sel aparır. Sonra təzdən kəsir. Dolur, dolur, dolur 10 gün, 15 gün, 1 ay. Sonra birdən açır, hər yeri, yaşayış məntəqələrinə, əkin sahə, hər şeyi su aparır. Əslində suyu belə təxribata görə və o bütün 3 dənə çayın üçünün də üstündə böyük barajlar tikibdir. Və əslində Hindistan suya görə savaşmalıdır. Hindistan etməlidir. Suyu kəsən sən, bu təxribatları eləyən sən, hələ üstəlik hücuma da keçən sən. Nətər qudurğan olmaq olar ki? Nətər hökumət olmaq olar ki, belə hərəkət eləsin? Ona görə nüvə zərbələri olmalıdır. Mən bu gün də mənə dedilər ki, yalan deyirlər. 1 milyard yarım Çinin Hindistan əhalisi yoxdur. Tam hərəsində 2 milyarda qədər əhali var. Dünyanın 50% əhalisi Çinlə Hindistandadır. 4 milyard əhali. Hindistan, Pakistanın ərazisini ballistik raket ateşinə tutdu. Baxın, Hindistan, Pakistanın ərazisini ballistik raket ateşinə tutdu. Yəni elə bil ki, İskəndərlərlə də, Rusun əlində olan İskəndər yoxdurmu? Bax, elə raketlərlə ateşə tutdu, dəyərli həmvətənlərim, Hindistan, Pakistan ərazisini. Yəni, müharibəni başladan Hindistan oldu. Hindistan ordu komandanı deyib ki, Hindistan müharibəyə başladı, Hindistan Sindur əməliyyatına başladı. Bir Google'da yaz gör, Sindur nə deməkdir? Hindistan dili, Azərbaycan dili çevir yaz gör. Sindur, S-I-N-Dur. Nə deməkdir? Bax, bu dəyərli həmvətənlərim, bunu mənası nədir? İndi hər halda Hind dilindədir Sindur. Hindistan ordusu Pakistana qarşı hərbi əməliyyatlara başladığını rəsmən elan etdi. Hindistan ordusu Pakistan ərazilərində hərbi əməliyyatlara başladığını elan etdi. Quru əməliyyatı həyata keçirilir artıq. Quru əməliyyatı. Baxın. Dəhşətdir. Artilleriya ateşi olmadan, bax, Hindistanın döyüş təcrübəsi olmaması buradan bilinir ha. 3 gün, 4 gün, 5 gün, 10 gün belə ölkələr savaşa girəndə bütün neft bazaları, bütün silah sənayilər, bütün hərbi hissələr, bütün hər yer vurulmalı idi. Deməli, heç aranı vurmamış quru əməliyyatlarına başlama sadəcə nədən xəbər verir? İnsan itkisi üçün hesablanıbdır. Orada nəsə partladı bir şey. Orada nəsə bir şey partladı. Baxa burada da. İslamabad. Baxın ha. Baxın ha. Başladı. Hay aklım. Müharibə başladı dostlar. Özdə nəyi var başladı. Pakistan Hindistanın hücumlarına cavab verməyə hazırlaşır. Pakistan da Hindistanı hədəf almağa hazırlaşır. Sən hər dəfə hansı videonu atanda Pakistan vurur ya Hindistan vurur, orasını dedən mənə. Yəni, vurulan ha tərəfdir, orasını yaz. Hə, dostlar. Bu nə idi elə? Hə, deməli dostlar.